Azərbaycanımızın ikinci vətən müharibəsinin, 44 günlük vətən müharibəsinin qalibiyyətində, 5-ci qalibiyyətində həsr olunmuş beynəlxalq milli futbol turnirinə start verilir. Gəlin birinci elə özümüzü, Azərbaycanımızı, milli ordumuzu alqışlayaq, qalibiyyətimizi. Və əziz şəhidlərimizin xatirəsini, əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək, zəhmət olmasın. Allah rəhmət eləsin, ruhları şad olsun. Allah qazilərimizə, vətən müharibəsi iştirakçılarına can sağlığı versin. Ordumuzu həmişə müvəffəq eləsin, Ali Baş Komandanımız başda olmaqla. İndi isə turnirimizin açılış mərasiminə start veririk. Komandalarımızı bir-bir elan eləyəcəyik və həmin komandalar sıraya düzələndən sonra gələn qonaqların və dövlətimizin başda olmaqla bütün gələn qonaq ölkələrin dövlət himni səslənəcək və ondan sonra açılış mərasimimiz başa çatacaq. Elan edirəm, sizin gürültülü alqışlarınızla birinci gəlir Milan Baku komandası. Gəl. Eşən mənim, yerini göstərin. Durun orada. Şeylə, oyla beraber dursunlar, biraz arkaya. Ay sağ ol, bak böyle. Birbirinin arkasınca. İkinci iştirakçı komandamız, Azərbaycanı təmsil edən Winner komandası, alqışlar. Buyurun, gəlin uşaqlar. Buradan Eşən müəllim. Məşqçilər də yanında, xahiş edirəm. Üçüncü iştirakçı komanda həm qardaş dövlətimizi, Türkiyəni təmsil edən, həm də Azərbaycanımızı təmsil edən Trabzonspor Azərbaycan futbol məktəbi. İndi isə bizim qonaqlarımız, həm qonşularımız, həm qonaqlarımız, həm qardaş dövlət, həm də eyni milləti, Qazaxıstan, Kayrat. Gəlin bura. Yaxınlaşıq. Əziz dostlar, indi isə diqqət, Azərbaycan Respublikasının dövlət himni səslənir.
Qurtardı. Şu. Şeydə, sonra indi qutarsın. İndi şey Qazaxıstanın var dövlət himni. Ha, şu. Aplodisment. Alqışlayırıq. Şu. Hazırdır Qazaxıstan dövlət himni. Я хочу говорить на русском языке, потому что наши друзья здесь присутствуют. Я хочу поблагодарить, во-первых, всех участников, всех команд, которые участвуют на этом турнире. И хочу пожелать удачи всем вам. Удачи, ребята. Хорошей игры, без травм, без ничего. Я надеюсь, что кто будет сильнее, тот и будет еще выигрывать. И самое главное, пусть выигрывает дружба. Дружба между народов, дружба между команд и дружба между людьми. Удачи! Hər vaxtınız xeyir olsun dəyərli idman sevərləri. Bugün bildiyiniz kimi mini futbol üzrə beynəlxalq turnirdir. Və turnirdə 4 komanda iştirak edir. Bütün hər birimiz gəlin ürəkdən təmsilçilərimizi alqışlayaq. İlk komanda Winner komandası. Winner Baku. Winner bunlardır. İlk komanda isə Milan Baku. Hem Türkiye hem Azerbaycan temsilcisi sayılan Trabzonspor, Azerbaycan. Ve nihayet Kayrat, Kazakistan. Bütün komandalara turnir boyu uğurlar arzu edirik ve inşallah maraqlı idman layihəmizdə hər birinizin dəstəyini gözləyirik. Günün ilk maçı Milan Baku ile Trabzonspor Azerbaycan arasında baş tutur heyətlərlə sitanç ilə. Milan Baku'da 9 Elağa, 19 Resul, 10 Rauf, 8 Serkan, 90 Celal, 2 Ümid, 3 Hamid, 7 Cavid, Hüseyin 11 nömrəli formadadır. Qapıda İlyas və 13 Cesur. Bizdə Serkan 18'di, orada Serkan 8 gedibdi. Serkan 18 nömrəli forma geyinəcək, 8 yox. Trabzonspor Azerbaycan komandasının heyətini sizə təqdim eləyək. Trabzonsporda qapıda İlyar Muradov, 3 Məhəmməd Süleymanzadə, 4 Rəvan Qasımzadə, 61 Murad Mövlayev, 10 Seyid Əliyev, 13 Yunis Cəngəliyevdir, 4 Ümid Quliyev, 16 İbrahim Hüseyinli, 13 Ömər İsmailzadə, 6 Əzrət Novruzov, 2 Həmzə Əliyevdir. Məşqçilər heyətində Hüseyin Ağaverdiyev və Ramil Yusifli, baş məşqçi isə Eşan Ağaverdiyev. Bordo Mavili geyimdə Trabzonspor qarşılaşmaya ilk start toxunuşu edən tərəfdir.
Günün diğer karşılaşmasında ise Winner Baku ve Kayrat Qazaxıstan temsilcisi oynayacak. Baxaq International Cup'ta bu dörtlükten hansı komandalar bugün meydandan xalla ayrılacaklar. Hele ki top Milan Baku'da. Trabzonsporlu oyuncular top ele geçirmeye çok yakında. Allah itirmeye Resul'dan qapçı ilə üzbəüz epizod ola bilər və vaxtında qalkiber topu təhlükəli zona uzaqlaşdırdı. Seyid Əliyev topladı. Və hesab açılır. Ters soxunuşdan sonra qarşılaşmada hesab açıldı. Seyid Əliyev avtogolla qeydə alındı epizod, amma hər bir adam əsas nəticədə 1-0 Trabzonspor hesab döndü. Milan'ın baxaq buna cevabı ne olacak? Serkan topladı. Dokunuş var ve out yine Milan. Son dokunuş Yunus Cengeliyev'den idi. Sədəliyevin təzyiqə fayda verdi. Qapçı ilə üzbəüz epizod. Qapıya doğru zərbə olacaq mı? Və son da müdaxilə qalqı birdən. Yine bir cət. Ötürmə Seyid Əliyevə çatır. Seyid. Rahmetli qapıya doğru zərbə və qalkiper. İki cəhətə topu ram edir. Yine Seyid. Seyid Əliyev. Çox cinata meylənib. Golkiperdə İlyar Muradov'da da top. Seyid Əliyev zərbə indirir və top sonra daxil olur. 2-0. Hakim ikinci dəfə qarşılaşmada mərkəzi göstərir. Yeni qolun müəllifi Seyid Əliyev oldu. İlk epizodda avtogol qeydə alınsa da bu dəfə artıq %100 Əliyevin aktivindədir top. Hürmət çox qüvvətli verilir Seyid Əliyevə, az qalsın çatacaqdı. Cəngəliyevin ötürməsini alınmadı, Seyid Əliyev çata bilmədi bu dəfə. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Təzyiq edir Məhəmməd Süleymanzadə, Seyid Əliyev və top qapının üstündən keçdi. Yeniden top Trabzon'da. Cengeliyev. Komandırlaşı Mehmet Süleymanzadə ile oynuyor. Süleymanzadə çarpazdan yoxlayır şansını ve 3-0. Növbəti avtogol. Semereti olsa Hamid topu öz qapısına yöneldir. Bəxtsiz bir an daha Milan Baku'da hesabı 3-0. Trabzonspor önde. Seyid Əliyev qüvvətli zərbə və top qapıdan aralı keçdi, amma daha öncə toxunuş qeydə alır. Oyunun baş hakimi Güncən zərbə. Out Milan. Növbəti out Trabzonspor. Akrobatik zərbə cəhdi idi bu. Hədəfdən yayındı Məhəmməd Süleymanzadə az öncə. Və qayda pozuntusu. Cərmə zərbəsini Milan Baku yerinə yetirəcək. Ümid standart vəziyyəti yerinə yetirir öz meydançasında. Komandaşı ilə oynuyor. Yine Ümid. Out. Milan Baku.
Qapıdan zərbə ilə top yenidən oyuna daxil ediləcək. Süleymanzadədən top meydançanı tərk etdi. Növbəti out Trabzonspor. Dəfəyan xətə Milan. Top Səydəliyevə gəlir. Out Milan. Uzaqdan zərbə və top qapıdan arala keçdi. Gözlənilmə zərbənin müəllifi Rəvan Qasımzadə idi. 4 nömrəli oyunçu. Demələr mərkəzdən yoxladı şansını. Out Trabzon. Mesela Süleymanzadənin zərbəsi idi qeyri-dəqiq. Silah ortaladı komandasına Rəvan Qasımzadə və ikinci zərbə Milan Baku. Səydəliyev indi topladı. Yenə Seyid ötürməsi sağ cinatı. Məhəmməd Süleymanzadə. Onun ötürməsi imana çatmır. Sürəti hesabına Süleymanzadə çatdı topa, lakin topu itirdi. Out Trabzon dərhal alt yerinə itirilir. Ötürmə verildi və qaydan top hər iki epizodda qalır ki bir təkrar epizod. Üçüncü cəhətində fərqlənir Seyid Əliyev. Hesab isə bir qədər də yüksəldi. 4-0 olur hesab. 4 qoldan 2 avtogol. Və 2 qol isə Seyid Əliyevin aktivindədir. Bu dəfə isə top yandan silkələyir. İlyar Muradov. Süleymanzadə. Qasımzadənin ötürməsi qüvvətli alındı və out Milan. Növbəti out Trabzon. Zərbə də var. Qalkibirdə qaldı top. Əzrət Novruzovun zərbəsi idi az öncə. İlyar Muradov topu oyuna daxil edəcək. Qapıdan zərbə ilə top oyuna daxil edilməlidir. Növbəti out Milan Baku. Seyid Əliyev önünə atı topu, qapçılı üzbüz epizod və çarpazdan yoxlamışdı şansını. Yine Seyid Əliyev topladı. Seyid kameralaşılı oynuyor. Evet, at Milan.
Fantastik sürət yığdı Səid Əliyev. Topa da çatdırdı özünü. Ötürmə versə hesab dəyişər. Bəlkə də özü fərqlənir. Səid Əliyev baxımlı qoluna həqiqətən alqış düşür. 5-0 olur hesab. Necə sürət yığdı, necə çatdı topa. Və hesabı dəyişdi. Özünün 3-cü komandasının 5-ci qolunu vurur Səid Əliyev. Vurduğu qoldan sonra isə əvəz olundu. Bir qədər istirahat etsin deyinə böyük ihtimal. Milan hücumu. Out Milan. Yan xətən Trabzonspor komandası top oyuna daxil edir. Milan hücumu. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. İlyar. Komandalaşıl oynuyor. Mevlayevə top çatmadı. Əvəzində isə Həzrət Novruzov topladı. Elə özünə top meydaşını tərk etdi. Out. Top yenidən Trabzonda qalır. Mevlayev. Növbəti out. Trabzon. Action şansı Milan Baku komandasının oyuncular. 9 nömrəli oyuncu Əliağa topladı. Qapıya doğru zərbə və İlyar Muradov dəf etdi. Qayda top və top qapıdan aralı geçdi. Çox təhlükəli gəldi. Milan Baku son zərbə isə 7 nömrəli oyuncu Caviddən gəlir. Qeyri dəqiq. Bu dəqiqələrə qədər Milanın ən kəsərli hücumu idi. Yenə Milan topladı. İlyar Muradov'da qalır top. Out Milan Baku. Yine top Trabzon'da. Növbət out Milan. Yan xətdən Trabzonspor. İkinci zərbəsi yerinə yetirəcək Trabzonspor Azərbaycan. Gerdə götürmə və out Milan. Növbəti out. Milan Baku. Milanın qalkiperinə qədər qayıdır top.
Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Yeniden Sədəliyev topladı. Meydan artıq daxil oldu. Ötürməsini də verdi və gol! Daxil olan kimi hiss olundu Sədəliyevin meydanda olmağı. Ötürməsindən sonra Məhəmməd Süleymanzadə hesabı dəyişir. 6-0. Yine Seyit. Süleymanzadə. Out Milan Baku. Trabzon hücumu. Vaxtında ötürmə etmək lazım idi. Top yenidən Milan Baku'ya keçir. Out. Trabzonspor. Evet, out. Trabzon. Başına zərbə olacaqmı və bu zərbədə təəssüf ki, təhlükəli alınmadı. Yenidən hücum cəhəti Trabzonspor klubunda. Sədəliyev, Seyid, ikinciden zərbə. Süleymanzadə. Evet, ikinci zərbəsi Trabzonspor. Uzaqdan çərçivəyə doğru və tutturda. Baxımlı bir gol. 13 nömrəli oyuncu. Trabzonspor niyetində. Ünit Çengelev'dən gəldi hissənin sonuncu dəqiqəsində və hesab Trabzonspor 7, Milan Baku 0. İkincisi də yeniden görüşəndir. İkincisidən yeniden hər bir salmırıq. İlk sənin nəticəsini sizə xatırladaq. Trabzonspor 7, Milan Baku 0. 50-ci hissə. Hücum əmləsi yenə Trabzonspor'da. Milan top ele geçirir. Mevlayev. Tam çerçeveli hakim. Out Milan Baku. Yeniden top Milan klubunda. Arcıl ikinci altı yönetilir Milan Baku. Pedro'nun zərbə də oldu və Eliyar qapısında diqqətlidir. 80 nömrəli oyuncunun zərbəsini zərsləşdirdi. Mevlayev. Okber vaxtında topa çıxış edir. Evet, alt Trabzon. Aşırma vuruş Sədəliyevdən tərs toxunuş və qalkiber ardından isə top tora daxil oldu. Bir maçda 3-cü avtogol olur qarşılaşmada və hesab 8-0 oldu. Süleymanzadənin çarpaz aşırma vuruşundan sonra hesab yenidən dəyişir. Eliyar Muradov. Out Milan Baku.
Milanın təhlükəli hücumu və Elyar düzgün mövqe tutmuşdu. Yine out Milan Baku. Tehlikeli zonda uzaklaştırdı Seyideliyev. Mevlayev. Süleymanzade. Karşılarlar. Milan Baku hücumu başlayabilir. Son olarak top Elagada meydançanı terk edir. Out Trabzonspor. Evet, şum şansı Milan Baku komandasında olabilir. Ötürme Serkan'dan sol cınata ve burada Elyar Muradov'un nezareti altında top meydançanı terk etti. Seyideliyev. Başlarlar uzaktan kapıya doğru ve hedeften yayındılar. Yine Seyit. Süleymanzade'ye top çatmadı. Out. Milan Baku. Milan hücumu. Elyar Muradov'dan fantastik reaksiya izledik. Gün zərbesi. Elahanın fərqlənməsində az öncə imkan vermədi Elyar Muradov. Elyar Muradov'da qalır top. Dərhal irəli. Sürət hesabına çatacaq mı topu? Az qalmışdı. Az qalmışdı çatsın. Out. Yenə də Milan. Seyideliyev. Seyit ve top direkten kaydır. Mevlayev. Geriye doğru. Out. Trabzon. Ebedi hücum. Rakiberde kalır top. Nöbet out. Milan Baku. Seyit. Cinahta meyillenir bir kadar. Oyuncudan da yallah sıyrıldı ama ötürmesi Ivana çatmadı. Elyar Muradov topladı. Seyideliyev. Bir oyuncudan sıyrılır. Ötürmesi sağ cinahta. Süleymanzade. Dokunuşu var ve ikinciden zərbə. Yine Seyit. Ötürmə də verildi və golkiper qaydan top ne olacaq? Yine yok, bir defa müdafiəçilər boş kapıdan çıkarttılar. Elyar. Ötürmə Seyideliyev çatır. Seyideliyev. Şum şansı Milan Baku komandasında olabilir. Yine top Milan'da. Seyideliyev topu ele geçirdi. Seyit. Sağ canta Süleymanzade ile oynuyor. Süleymanzade'nin zərbesi ve ikinciden zərbə. Milan hücumu. Qayda pozulur ve çərmə zərbesi.
Əhməd Süleymanzadə əsəblərini cilalaya bilmir. Hakim Şifahi xəbərdarlıq etdi. Məşqlər heyəti isə dərhal onu əvəz edir. Yerinə Ömər İsmailzadə daxil oldu. Səhv eləmirəmsə. Ömər ya da Cəngəliyev daxil oldu hər ikisi. 13 nömrə forma altında qeyd olunub. Növbəti at Milan. Milan hücumu. Pezerbe'ye imkan vermir Trabzonspor oyuncuları. Direkten qaydan top var. Səid Əliyev indi sürətlənir. Böyük ihtimal çatacaq topa. Səid Əliyev qapıya zərbə endirə və qapıdan aralı. Bu hücumu qolla tamamlamağa çox yaxın idi nömrə 10 Səid Əliyev. Alqışa layiq hücum. Əliyevin timsalında, lakin hesab dəyişmədi. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Yenidən Səid. Top Trabzonspor'da. Top Toryan'dan gəlir. Esas vaxtın son 11 dəqiqəsi. Dətin ki, bu hesabı geri dönüş etmək mümkün olsun. Hesab 8-0 Trabzonspor komandasının xeyrinədir. Ötürməsi atmadı Həzrət Novruzova və out. Milan Baku. Növbəti out Milan. Səid. Blok var müdafiəçilərdən out Trabzon. Və növbəti out Milan Baku. Out Trabzonspor. Və sadə bir epizodda hesab dəyişdi. Səid Əliyev fərqi artırır. Qol sevincini isə bizimlə bayram edir. Mükəmməl qol. Səid Əliyevin timsalında hesab 9-0. Yanılmıramsa pokerini artıq rəsmləşdirdi Səid Əliyev. Bəlkə də artıq pentatrik də edib. Olduqca sürətli cərəyan edir hər şey. Dəqiq olan 3 qol avtoqoldan olub. Qalan qollar isə həm Səid Əliyevin timsalında, həm də səhv eləmirəmsə Məhəmməd Süleymanzadənin də bir qolu avtoqol ilə vurulmuşdu. Bir qolu isə zərbə ilə. 4 qol 1 asist Səid Əliyevin timsalında. Yenə Səid. Ötürməsi istədiyi kimi alınmadı. Növbəti out Trabzonspor. 4 nömrəli oyuncu Ümid Quliyev top oyuna daxil etdi. Növbəti out Milan.
Out Trabzon. Yeniden Seyid Əliyev topladı. Ötürmez sağ çınaqda. Novruzova gelir top. Gün zərbəsi Trabzonspor. Esas vaxtın son 8 dəqiqəsi. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Eliyar Muradov. Əliyev. Ötürməz sağ çınaqda Novruzov. Novruzovdan top itkisi və növbəti out Milan. Out Trabzon. Çox uzaqlardan qapıya doğru zərbə idi Laxanın timsalında, lakin Muradov yenə yerindədir. Out Trabzon. Təqribən son 6 dəqiqə əsas vaxtın bitiminə vaxt qalıb. Hesab 9-0 Trabzonsporun xeyrinə. Çox sağ ol. Milan hücumu. Gün zərbəsi Milan Baku. Ardıcıl ikinci gün zərbəsi. Bu zərbə isə qapının üstündən keçdi. Əlaqanın gün zərbəsindən ötürülən topa vurduğu zərbə idi. Eliyar Muradov. İmanzadədən geriyə. Gün zərbəsi Milan Baku. Son 5 dəqiqə. Vəziyyəti öz lehinə dəyişmək üçün Milanın cəmi 5 dəqiqəsi qalıb. Out Milan Baku. Eliyar Muradov. Kamal Ulaşıl oynuyor. Növbəti out Milan. Hərəkətlər Süleymanzadədən. Mövlayevə top qüvvətli verildi və qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Daha bir out Trabzonspor. Ama yox, Milan out'u yerinə yetirəcək. Məhəmməd Süleymanzadə.
Yeniden Mehmet. Yunus Cengeliyev. Cengeliyev. Yeniden merkeze doğru Süleymanzade'ye ve Süleymanzade'den bakımlı bir gol. Hesap 10-0 olur. Mehmet Süleymanzade Cengeliyev'in ötürmesini gola çevirdi. Esas vaxtın son 3 dəqiqəsi. Hareketler Aylaka'dan 2-2'dan sıyrıldı. Kapıya doğru ve Elyar Muradov. Rəqibin gol vurmasına yine imkan vermedi. Yunus Cengeliyev. Gün zirvesi Trabzon. Murad Mevlayev. Ötürmə səhvi. Milan hücumu başlayabilir. Elaha. Növbəti out. Trabzon. Oynamış hakimi final seslendirir. Yekün nəticə Trabzonspor 10, Milan Baku 0. 3 kal Trabzonspor'a gitti.